Amma ən gözəl cavabı o erməni bloger verdi. Dedi, yəqin darıxmısınız erməni kişilərindən ötürü. Tural Abbaslı deyir ki, ən gözəl cavabı erməni bloger verdi. Amma bu erməni bloger bizim xalqımızı, bayrağımızı 5 ildir söyürdü və efirlərinə elə insanları qaldırdı ki, bizim bayrağımıza tüpürsünlər, söysünlər bizim xalqımızı. Və yaxud Naxçıvanda şəhid ataları nə deyiblər, gəlin qulaq asaq. Erməni belə blogerləri onu tənqid edirlər. Niyə tənqid edirlər? Ona görə ki, Azərbaycan qadınına yaraşmayan bir hərəkət edir. Şəhid ataları, Allah şəhidlərimizə rəhmət eləsin, deyir ki, bu erməni blogerlər tənqid ediblər bu Samirəni. Deyiblər ki, Azərbaycan xanımı belə olmamalıdır. Azərbaycan xanımı niyə erməni kişisini qucaqlayıb? Mən çox üzr istəyirəm. 5 il ərzində mən bir erməni blogerindən eşitməmişəm Azərbaycan qadının tərəfinə bir yaxşı söz. Tənqidlərdən başqa, söyüşlərdən başqa heç bir şey eşitməmişəm. Bu şahmatdır sosial şəbəkələr və indi pod eləyiblər ermənilər. Güya ki, bu sözlərlə bizim başımızı biraz pişirmək istəyirlər. Əslində onlara nə lazımdır? Mən sizə başa salım. Onlara lazımdır ki, siz indi bu Samirəni nakazat eləyəsiniz, təhkir eləyəsiniz və sonra ermənilər deyəcəklər, gördünüz, bu qadın sülh istəyirdi, bu qadın mehribançılıq istəyirdi, bu qadını gördünüz Azərbaycanda tənqid elədilər, cəzalandırdılar. Budurmu sülh? Bax, bunu gözləyirlər. Siz də bu ermənilərin bizə bir balaca belə provokasiya atdığı yolla gedirsiniz. Mən razı deyiləm Samirənin sözləri ilə, qucaqlaşmaqla, 12 xanla, qardaşlıqla, dostluqla, bax belə sözlərlə, amma siz erməninin provokasiyası ilə gelmeyin. Biraz ehtiyatlı olun, çünki bu oyunda axırda onlar qalib çıxacaqlar. Siz bu xanımı güclü belə nakazat eləsəz, görün sonra nə olacaq. Bir də hardan bilirsiniz, bəlkə bu erməni ifaçı belə bir strategiya yaradıb, səhnə arxası bunlarla dostluq eləyib bütün kollektivlə və Samirə ilə dostluq eləyib. Ay, biz dostluğa qarşıyıq, mən siyasətli deyiləm, mən sırf müğənniyəm. Bax, belə başını pişirib, o da eyfariyaya düşüb və səhnədən bax, belə ona bir 12 xal verib və heç özünü kontrol eləməyib. Hardan bilirsiniz? Hər şey ola bilər də. Niyə də yox? Onu da fikirləşin.